İkinci hissə, birinci fəsil. Həmin andan etibarən hər şeyi necə dəqiq xatırladığımı düşünəndə təəccüblənirəm. Ətrafdakılara da, özümə də diqqətlə göz qoyurdum. O vaxta qədər səmimilik, qayğısız xudbinlik mənim üçün adi şeylər idi. Həmişə bunlarla yaşamışdım. Lakin o bir neçə gün ürəyimi elə alt-üst elədi ki, fikirləşməyə, özümü kənardan izləməyə başladım. Mən özümü analizin bütün əziyyətlərindən keçirdim. Ancaq yenə də özümlə barışmadım. Anniyə qarşı belə hisslər bəsləmək, deyə özümə təlqin eləyirdim. Gülüncdür, alçaqlıqdır. Onu atamdan ayırmağı arzulamaqsa qəddarlıqdır. Hərçənd özümü niyə günahlandırırdım? Mən mənəm, hisslərimi niyə zorlamalıydım? Həyatımda ilk dəfə mənim bölünmüş kimi idi. Bu ikiliyi özümdə heyrətlə kəşf eləmişdim. Mən ürəyimdə inandırıcı bəraətlər tapır, onları özümə pıçıldayır, özümü səmimi hesab edirdim. Qəflətən ikinci mənimin səsi gəlirdi. O dəlillərimi yalana çıxardır, onların həqiqətə bənzəməsinə baxmayaraq, özümü qəsdən aldatdığımı qışqırırdı. Amma kim bilir, bəlkə məni ikinci mənim aldadırdı və gələcəyi görməyim, bəlkə əsas səhvim də elə bunda idi. Mən saatlarla otağımda oturur, Annanın o gündən sonra məndə yaratdığı təhlükə, qərəz duyğusunun haqlı olub olmadığını anlamağa çalışırdım. Bəlkə mən sadəcə saxta müstəqillik arzusu ilə alışıb yanan ərköyün xudbin qızam. Bu arada mən günü-gündən arıqlayırdım. Çimərlikdə yalnız yatırdım. Özümdən asılı olmadan masa arxasında gərgin susqunluğumu qoruyurdum. Bir müddətdən sonra bu onları sıxmağa başladı. Mən Anniyə göz qoyurdum. Onun heç bir hərəkətini nəzərdən qaçırmırdım. Yemək zamanı dayanmadan özümə, bax o, atama sarı dartındı. Axı bu sevgidir, ən gerçək sevgi. Atam bir də heç vaxt onun kimi qadınla qarşılaşmayacaq. Budur, Anna mənə gülümsədi, gözlərində gizli təşviş var. Məyər buna görə ona hirslənmək olar, deyə təkrarlayırdım. Amma birdən Anna dillənirdi. Raymond, şəhərə nə vaxt qayıdacağıq? Və onun həyatımıza daxil olacağını, onu bizimlə bölüşəcəyini düşünən kimi tüklərim biz-biz dayanırdı. Anna gözlərimə hiyləgər və soyuq qadın kimi görünürdü. Onda beynimdən keçən sözlər dəyişirdi. Onun ürəyi soyuqdur, bizimki çılğın. Onun amiranə xasiyyəti var, bizim azad. O insanlara qarşı laqeyddir, onlarla maraqlanmır, amma bizi insanlar dəlicəsinə cəlb eləyirlər. O təmkinlidir, biz şən. Biz ikimiz həqiqətən yaşayırıq. O isə öz məşhur sakitliyi ilə füsunkar gürzə kimi sürünüb aramızdan keçəcək, yanımızda qızınacaq və yavaş-yavaş qayğısızlığımızın mehriban istiliyinə sahib olacaq, bizi qarət eləyəcək. Füsunkar gürzə, füsunkar gürzə, mən təkrarlayırdım. Anna çörəyi mənə uzadırdı və mən yuxudan ayrılmış kimi öz-özümə deyirdim. Bu dəlilikdir. Qarşında oturan Annadır. Sənin qayğına qalan ağıllı Anna. Soyuqluq onun davranış tərzidir. Burada heç bir alt məna yoxdur. Laqeydlik onu həyatdakı minlərlə iyrənclikdən qoruyan qalxandır. O, alicənablığın təminatıdır. Füsunkar gürzə. Xəcalətdən ağappaq ağararaq ona baxırdım və fikrən əfv diləyirdim. Hərdən Anna mənim baxışlarımı tuturdu və təəccüb, inamsızlıq əhvalımı pozurdu. Cümləsini yarımçıq kəsirdi. O, qeyri-adi baxışları ilə atamı axtarırdı. Atam Annaya heyranlıqla ya da ehtirasla baxır, onun təşvişinin səbəbini anlamırdı. Uzun sözün qısası, mənim ucbatımdan
evdə dözülməz bir ab-hava yaranmışdı və buna görə özümə nifrət eləyirdim. Atam bu vəziyyətdən bacardığı qədər, başqa sözlə desək, az əziyyət çəkirdi. Çünki Annadan ötürü, qürur və həzdən ötürü ürəyi gedirdi. O yalnız bunlardan ötürü yaşayırdı. Bununla belə, günlərin bir günü çimərlikdə mürgüləyərkən, atam yanımda oturdu və mənə baxmağa başladı. Onun baxışlarını üzərimdə hiss edirdim. Artıq məndə vərdişə çevrilmiş saxta şən görünüşlə ayağa qalxmaq, ona dənizə girməyi təklif eləmək istədim, ancaq o əlini başıma qoydu və kədərli səslə dedi: "Anna, bir bu sərçiyə baxın, tamam arıqlayıb. Əgər bu dərs oxumağın nəticəsidirsə, buna son qoymaq lazımdır." O hər şeyi yoluna qoymaq istəyirdi. Bu sözləri 10 gün əvvəl desəydi, hər şey yoluna düşərdi. Lakin indi mən daha mürəkkəb ziddiyyətlərin içində dolaşıb qalmışdım. Üstəlik, məşğələlər də artıq əziyyət vermirdi. Çünki Bergsondan sonra bir sətir də oxumamışdım. Anna yaxınlaşdı. Mən əvvəlki kimi qumda üzü qoylu uzanmışdım. Onun boğuq ayaq səslərini dinləyirdim. O, arxası mənə tərəf oturdu və pıçıldadı. Doğrudan da təhsil ona xeyir vermir. Hərçənd otaqda dolaşmaq əvəzinə, həqiqətən oxusaydı daha yaxşı olardı. Çevrilib onlara baxdım. Dərs oxumadığımı hardan bilir? Bəlkə mənim fikirlərimi oxuyur? O hər şeyə qadirdi. Bu ehtimal məni qorxutdu. Mən heç də otaqda dolaşmıram, deyə etiraz elədim. Bəlkə o oğlandan ötürü darıxırsan? Atam soruşdu. Yox, o qədər də səmimi deyildim. Amma Siril haqqında düşünməyə vaxtım qalmırdı. Bununla belə sən özünü yaxşı hiss eləmirsən. Atam sərt səslə dedi. Anna, görürsünüz, əsl cücədir. Elə bil içalatını çıxarıb günəşdə qızardırlar. Sesil, qızım, Anna dedi. Biraz səy göstərin. Az oxuyun, çoxlu yemək yiyin. Bu imtahan çox vacibdir. Tüpürürəm imtahana, mən qışqırdım. Başa düşürsünüz, tüpürürəm. Mən çarəsizcəsinə düz onun gözlərinə baxdım. İstədim, indi söhbətin imtahandan daha vacib məsələlərdən getdiyini anlasın. Mənə Annanın sənə nə olub axı deyə soruşmağı lazım idi. İstəyirdim, məni sual atəşinə tutsun, hər şeyi ona danışmağa məcbur eləsin. O mənim fikrimi dəyişərdi, öz sözünün üstündə durardı, amma əvəzində içimi yeyib dağıdan bu ağır sualların əziyyətindən xilas olardım. Gözləri Berlin lacivərdi, intizardan, tənədən tündləşdi. Mən başa düşdüm ki, o məndən heç vaxt heç nə soruşmayacaq. Ürəyimi yüngülləşdirməyə kömək eləməyəcək. Bu, onun heç ağılına da gəlməyəcək. Onun aləmində belə eləmək olmaz. Anna mənə hansı hisslərin əzab verdiyini təsəvvür eləmirdi. Hətta təsəvvür eləsəydi belə, onlara laqeydliklə, nifrətlə yanaşardı. Hərçənd onlar buna layiq idilər. Anna həmişə hər şeyin əsl dəyərini bilirdi. Bax, buna görə də biz onunla heç vaxt ümumi dil tapmağı bacarmayacağıq. Mən yenidən cəld hərəkətlə qarnımın üzərinə sərildim. Yanağımı qaynar, yumşaq quma söykədim. Nəfəs aldım və azacıq titrədim. Annanın sakit, arxayın əli boynuma yatdı. Bir anlıq əsəb titrəməsi keçənə qədər məni tərpənməyə qoymadı. Həyatınızı çətinləşdirməyin, o dedi. Siz hər şeydən elə razı, elə canlıydınız ki, ümumiyyətlə siz həmişə düşünmədən yaşayırsınız. Birdən-birə başlayıbsınız əllaməçilik eləməyə, xiffət çəkməyə. Bu sizə yaraşmır. Bilirəm, mən dedim. Mən cavan, sağlam və ağılsız məxluqam, şən və səfih. Atam önə keçdi. Bu cür mübahisələrdən zəhləsi gedirdi. Yolda əlimdən tutdu və bir müddət buraxmadı. Onun əli güclü, etibarlı idi.
O ilk sevgi məyusluğunda mənim göz yaşlarımı silmişdi. Biz rahat və sonsuz xoşbəxt olanda əlimdən yapışmışdı. Birlikdə oynayıb nəfəsimiz kəsilənə qədər güləndə gizlicə onu sıxmışdı. Mən bu əli sükanda, axşamlar nagüman hərəkətlə açar deşiyini axtaranda, açarları sıxanda, qadın çiynində ya da ovcunda bir qutu siqaretlə görmüşdüm. Ancaq indi bu əl mənə heç nə ilə kömək eləyə bilməzdi. Onu bərk-bərk sıxdım. Atam mənə baxdı və gülümsədi.